Salam Qəmər, sabahın xeyir. Salam Aysel, hər vaxtın xeyir. Səhər tezdən hara belə? Həftə sonu da axı bazara gedirəm. Tərəvəz meyvə almalıyam. Elə mənim də biraz alış-verişim var. Gedək bir yerdə. Əla fikirdir. Mən də sənə kömək edərəm. Bax, burada tərəvəz, göyərti çox təzədir. Neçəyədir bunlar, xanım? Salam, pomidorun 1 kilosu 2 manat, yarın isə 1 manat 80 qəpidir. Bahadır biraz, amma gözəl görünür. Mən 2 kilo pomidor, 1 kilo xiyar alıram. Buyurun xanımlar, başqa nəsə lazımdır? Biraz alma da verin lütfən. Neçəyədir almanın kilosu? Alma 1 manat 60 qəpidir. O zaman 2 kilo alıram. Mənə biraz da göyərti lazımdır. Keşniş, şüyüd, cəfəri, hərəsindən 3 dəstə. Sağ olun. Aysel, sən çörək də alacaqdın, elə deyilmi? Hə, amma çörəyi bazardan yox, mağazadan alım gərək. Ora gedək. Bax, bu mağazada hər şey var. Süd, pendir, yağ, şəkər, hətta qəhvə də. Mənə 1 litr süd, 500 qram kərə yağı, 1 kilo da şəkər lazımdır. Buyurun xanım, başqa bir şey olacaq? Mənə də 2 litrlik qazsız su və 1 paket çay zəhmət olmasa. Oldu. Hamısı birlikdə 10 manat 70 qəpidir. Budur, pulunuz. Xırdanız yoxdur? Yox, var. Buyurun, qalıb pulunuz. Çox sağ olun. Aysel, sən çox şey aldın. Çantan doludur. Kömək edim? Təşəkkür edirəm dostum. Biraz ağırdı. Sən olmasan çətin olardı. Heç nə olmaz. Biraz təmiz havada gəzmiş olduq. Hə, həm də çox maraqlı idi. Hər şey təzə idi. Satıcılar da mehriban idilər. Bazar havası elə xoşuma gəlir ki, insanların səsi, meyvə tərəvəzin qoxusu. Mənim də. Gəl növbəti dəfə meyvə mövsümündə yenə gələk. Çox əla olar. Mən razı.